Bakı metrosunda qırmızı və yaşıl xəttlərin ayrılması layihəsi çərçivəsində Cəfər Cabbarlı və Nizami stansiyaları arasında birləşdirici tunelin inşa edilməsi səbəbilə 28 may stansiyasından Dərnəgül stansiyası istiqamətinə doğru qatarların hərəkəti müvəqqəti təşkil edilməyəcək. Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətindən bildirilib. Məlumata görə qatarlar Dərnəgül Nizami stansiyaları arasında hərəkət edəcəklər. Bu da Dərnəgül stansiyası istiqamətində hərəkət edən sərnişinlərin 6 ay müddətində müəyyən çətinliklərlə üzləşməsi ilə nəticələnəcək. Layihə üzrə xəttlərin ayrılması başa çatdıqdan sonra isə qatarların Dərnəgül stansiyasından Şah İsmayıl Xətai stansiyasına qədər hərəkəti təmin ediləcək. Sərnişinlər bir xəttdən digər xəttə keçmək üçün Cəfər Cabbarlı stansiyasından istifadə etməli olacaqlar. Həzə Aslanov İçərişəhər xətti üzrə qatarların hərəkəti əvvəllər olduğu kimi təşkil olunacaq.